Sən ey mehriban Allah, təriflər olsun sənə ki, hidayət yollarını bizə göstərdin, məlakut qapılarını açdın və həqiqət günəşi vasitəsilə özünü aşkar etdin. Körlərə sən işıq verdin, karlara sən eşitmə əta etdin, sən ölüləri diriltdin, kasıbları varlı etdin, yolunu azanlara sən yol göstərdin. Dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin. Sən izin verdin ki, yanan balıq həqiqət dəryasına girsin, sərgərdan quşları fəzl gülşəninə sən dəvət etdin. Sən ey ən qüdrətli, biz sənin bəndələrinik və sənin fəqirlərinik. Biz uzaq düşmüşük, sənin hüzurun üçün həsrət çəkirik. Sənin çeşmənin suları üçün susuzuq. Xəstəyik, sənin şəfanı diləyirik. Biz sənin yolunda gedirik. Sənin ətirlərini yaymaqdan başqa bir məqsəd və ümidimiz yoxdur. Ta ki, bütün ruhlar qalxıb, ey Allah, bizi doğru yola yönəlt deyə səslənsinlər. Qoy onların gözləri açılsın ki, nuru görsünlər. Qoy onlar cahillik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağının ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar sənin sirlərinə vaqif olsunlar. Ey ən qüdrətli, bizə mərhəmət nəzəri ilə bax, səmavi təyid əta eylə. Bizə müqəddəs ruhun nəfəsini bəxş eylə ki, sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi sənin hidayət nurunla şölə saçaq. Həqiqətən sən qüvvətlisən, qüdrətlisən, hikmətli və görənsən.